Salam dostlar. İndi sizə danışacağım hadisə Amerika Birləşmiş Ştatlarında, Hollywoodda baş verib. Çoxlarınız düşünəcək ki, Amerikadan bizə nə? Bəli, mən də sizin düşüncədəyəm. Amerikadan bizə nə? Amma inanın ki, insanı düşündürən çox gülünc və dəhşətli bir mənzərədir. Həmin video görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük agresiya ilə müzakirələrə səbəb olub. Belə ki, 76 yaşlı tanınmış prodüser Herakl Vengrad adlı kişi azyaşlı olduğunu bilə-bilə 15 yaşlı qızı kafeyə dəvət edib görüşmək üçün və elə bu zaman Amerika polisi tərəfindən saxlanılıb. Bəli, düz eşitdiniz. Özündən 61 yaş kiçik olan bir xanımı kafeyə görüş üçün dəvət edib. Polislə söhbət zamanı 76 yaşlı Vengrad bildirib ki, mən xanımla internet üzərindən tanış olmuşam və söhbət zamanı xanım mənə 15 yaşında olduğunu deyil, 23 yaşında olduğunu bildirib. Görünür ki, burada qarşılıqlı razılaşma var. Həmin video görüntülər sosial şəbəkələrdə geniş yayılıb və dediyim kimi çox agresiya ilə qarşılanıb. Amerika hüquq mühafizə orqanları məsələyə müdaxilə edib, araşdırmaya götürüb və sonda tədbirlərin görüləcəyini bildiriblər. Onu da qeyd edeyim ki, azyaşlılara qarşı bu cür hallar Amerika qanunvericiliyinə görə əsl cinayət hesab olunur. Buyurun, videonu özünüz izləyin. Your name? Oh, fuck. What's your name? Who are you? What's your name? Who are you? Why are you suing my fucking daughter? What's your name? What is your name? Boris. My name is Boris. Boris, what's your name? Shake my hand. What's the problem? Why are you suing my daughter? You know how old she is? I have no idea. You have no idea. I have no idea. You have no idea. No. What the fuck you thought was gonna happen here? Nothing. We're gonna have a pizza. I don't know. Pizza. Yeah, you don't know? How old is she? Brad. I matched with her. She was 23 on 23. Is that what the conversation looked like? 23 on a 23. dating site. On a dating site? Yes. Yeah? Yeah, she was 23 on How a old is dating she? site. I have no idea. Lila, how old are you? I'm sorry. She was 23 on a dating site. All we've done is So talk. she didn't tell you how old she was? She did. She did? Yeah. How old is she? She said she was 15. How did she tell you how old she actually is? She said she was 15. 15. She says she's 15. Why are you here? Why are you sitting here? I'm just having a With a fucking 15-year-old? pizza. Piece of